Bu gün sizinlə ən ləzzətli dondurmalardan birinin reseptini bölüşürəm. Yumurtanın ağını sarsından ayırıb, sarsının üzərinə istifadə edəcəyim südün bir qədərini əlavə edib qarışdırıram. Sonra qalın bir qazana töküb, qalan südü də əlavə edib qarışdırıb piltənin üzərinə qoyuram və qaynayana kimi əlimi dayandırmadan qarışdırıram. Qaynamağa başladıqdan sonra təxminən dəqiqə yarım qaynayır və bir qədər soyması üçün başqa bir qaba yığıram. Yumurta ağının üzərinə duz, şəkər və vanil əlavə edib təxminən 1 dəqiqə çırpıram. Sonra isə 6-7 dəqiqə, yəni merengi halına gələnə kimi su hamamında çırpıram. Kütlə hazır olduqdan sonra digər kütlənin üzərinə az-az əlavə edib yavaş-yavaş qarışdırıram və formaya yığıb təxminən 6 saat buzluqda saxlayıram. 6 saat vaxt keçdikdən sonra qaşığı hər dəfə qaynar suya salaraq dondurmadan götürürəm. Resept isə dəqiq ölçüləri ilə videonun açıqlama bölməsində olacaq. Hələlik.